Hello əzizlərim, necəsiniz? Gəlin YouTube'dakı qazanclar, YouTube'dakı vergilər barədə sizə bəhs edim. Bir videom olacaq, iki videom olacaq. Bilmirəm, hamı deyir maaş aldım, vergi ödədim, ondan başqa heç nə demir. İlk növbədə kanal açmaq üçün Gmail adres, Azərbaycanca Gim, onu ki Gmail dedim, Gmail adres açmalısınız. O e-maila, yəni Gmail'də olan e-maila birləşdirib kanal açmalısınız. Bir çoxlarınızın kanalı var, çünki artıq şərh yaza bilirsinizsə YouTube'da demək artıq var. Sonra ora istədiyiniz tematikada, kontentdə video yerləşdirirsiniz. 1000 nəfər, 4000 saat yanılmamsa baxış olduqdan sonra isə artıq AdSense-lə AdSense-ə qoşulursunuz. Orada qoşulmaq barədə, yəni o barədə video çəkə bilməyəcəm, amma Google-da o gözəl barmaqlarınızdan yığıb açırsınız. Azərbaycanca o dildə video yoxdur. Mən rusca baxmışam, necə qoşulursunuz. Yəni ki, orada artıq öz adresinizi yazırsınız, nömrənizi filan. 10.000 saat baxış olanda sizin adresinizə 4 rəqəmli bir kod gəlir. Poçtalyon qapını tık döyür və o adresə onu göndərir. Onu da ora yeridirsiniz. Bu barədə adətən mən rus dilli blogerlarda var. Xüsusi hansı kanallarda onu gözəl barmaqlarınızdan. Siz niyə elə deyirəm? Bəzi hazıra nazirlər var. Rəy yazırlar və rəy yazma vaxtları var. Amma Google deyilən bir yer var. Google'ın özündə axtarış vermirlər. Və yaxud YouTube'un özündə axtarış vermirlər. Bu barədə deyim ki, Azərbaycanca məlumat yoxdur. Başqa dillər bilirsə, rus, ingilis, türkçə, var. Elə kanallar var ki, bu barədə video çəkir və sizin nəyin necə etməsini barədə məlumatlandırır. Mənim kontentim elə olmadığı üçün çəkmirəm. Bəlkə gələcəkdə çəkdim, bəlkə yox, amma çəkən deyiləm bu barədə. Yəni, biləsiniz, Azərbaycanca məlumat çox əfsus azdır. Yalnız hamı deyir, maaşımı aldım, qazancımı aldım, nə oldu, nə olmadı. Bir də görürsünüz ki, merak dolu və yaxud da ki, özü kanal açmaq istəyir, bəlkə də o yüzdəndir. Amma çox vaxt merak dolu, falan kəs nə qədər qazandı. Siz dəqiq qazancınızı yazmadınız, yazardınız, zəhmət olmazsa. Hər kəsdə dəqiq qazanc ola bilmir. Ola bilsin, mən 5 manat qazanım, Fatmanın isə 10 manat qazansın, Gülün isə 15.000 qazansın, nə bilim, Məmməd Əli 20.000 qazansın. Yəni ki, müxtəlifdir və onları mən qeyd edəcəyəm ki, necə olur. Və bir daha qeyd edim ki, $100 yığılmayınca Google sizə, daha doğrusu AdSense sizə, Google AdSense'dir da, sizə heç bir pul göndərməyəcək. $100 yığıldıqdan sonra deyəcək ki, vergi göstəricilərinizi yeritməlisiniz. Orada forma var. Formanın adı yadımdan çıxıb. Biri Amerika vətəndaşları üçündür, biri qeyri-Amerika vətəndaşları. Siz qeyri-Amerika vətəndaşları üçün olanı seçirsiniz. Bu barədə də yenə Google'da, YouTube'da yazırsınız. Sizi maarifləndirəcək videolar və yaxud yazılar, addım yazılar var. Düzdür, bir dəfə bir xanım yazırdı ki, mənim nömrəm keçmir. Bizim vaxtımızda keçirdi. Köhnə qətliama uğramış videom kanalımda da, burada da indi deyə bilmərəm. Yenə də orada podyaşka dəstək yeri var. Oraya yazırsınız. Onlar sizə kömək edirlər. Bunun üçün vöyün almalısınız, asan imza etməlisiniz. YouTube videolarımda demişdim, indi yadımda deyil tam olaraq asan imzaya nə qədər pulum getdi, vöyünə nə qədər pulum getdi və asan imza üçün mən öz istifadə etdiyim nömrəni bağlatdım. Asan imzaya ayrı nömrə də ala bilərsiniz, amma məncə özünüzün istifadə etdiyiniz, daimi istifadə etdiyiniz nömrə olsa daha yaxşı olar və 2 manat nə qədərsə, ayda 2 manat yarımı qədər, 2 manat 35 qəpik nədirsə, asan imza üçün sizin konturlarınızdan, yəni ki, balansınızdan bunun üçün pul çıxılır. Buraca məncə sizə aydın oldu. $100 yığıldı, məsəl üçün. Onu sizə artıq göndərilər. Məncə orada dəstəyə yaza bilərsiniz ki, $100-dan olan kimi yox, daha çox olanda yığın, müəyyən miqdardan sonra göndərin. Onu da yenə dəstəyə yazıb göndərə bilərsiniz. Deməli, ta ki $100-dır. $100-ın hamısı sizə çatmayacaq. $100-ın 30%-ni, haradasa 33 manatı, $33 belə deyək, mən $100 üzərində götürürəm. $100-ın ham tutaq $100 yığıldı və siz vergiləri yeritdiniz və vergilərdən sonra vergi məsəl üçün vöyününüzü, sonra
Hə, bu arada onu deməmişdən öncə siz bir iş kartı da açırsınız. Əvvəlcə AdSense-ı bağlayanda deyir ki, pul iş kartı açın. Bir kart açırsınız, onu bağlayırlar ora. Daha sonra artıq sizə pul göndərmək istəyəndə, VÖN istəyəndə gedirsiniz bank kartı açdığınız kartda o kartı dəyişirsiniz. O kart olur, elə belə kart sizin iş kartınız olur. O iş kartı da VÖN-lə bağlı olur. O iş kartınıza o pul gəlir. 100 dollar tak yığıldı. 100 dollardan aşağı pul gəlmir. 100 dolların 30%-ni təqribən 33 dollar eləyir. Onu artıq kalkulatorla yəqin ki hesablaya bilirsiniz də. Hesablaya bilməyənlər hesablaya bilən ailə üzvlərindən, tanışlarından soruşsunlar. 100 dollarının 30%-ni Amerika götürür. Tutaq ki 33 dollar, 30 dollar. Hardasa 70, 67 dollar. 67 dollar qalır tutaq ki. Onu sizə gəldirir, kartınıza oturur. Kartdan çıxaranda istəyir bankomatdan çıxara bilmirsə banka, orada da mənəm neçə faizi, nə qədərsə tuturlar, neçə dollar, 2 dollardır, nə qədərsə tuturlar, 2 dollar. Bu barədə YouTube videolarım var, orada baxa bilərsiniz, vloglarımda demişəm, sadəcə rəqəmlər yadımda deyil. Yerdə nə qaldısa, onu manata çevirirsiniz artıq. İş kartınıza ay boyunca, məsəl üçün, bu indi hansı ayda? Apreldə. Apreldə nə gəldisə mayda ödəyir. Aprel bitdi, mayda ödəyirsiniz. 5 manat da gəlsə, 10 manat da gəlsə, 1000 manat da gəlsə, 15 min də gəlsə, 50 dollar gəlmir, 100 dollarla götürəndə 60 dollar gəlir, 60 neçə dollar gəlir. Çünki 2 dollarında çıxır, 65 dollar, 64 yarım, lap 64 dollar gəlir. 100 manatını gedirsiniz vergilərə, məsəl üçün mən Nərimanovdakı vergilərə, orada sizə kod verirlər. Ödəmək üçün də 80 qəpik alır bank, ya poç, 80 qəpik mən bankda ödədim, banka yaxınlaşırsınız, ödəyirsiniz. Kod verirlər, o kodu artıq vergi sizə verir. O kod üzrə 100 manat mütləq olaraq pensiya fonduna keçirirsiniz. Sosial müdafiəyə 16 manatdakı tibbi sığortaya keçirirsiniz. O 100 manatlar gələcəkdə siz artıq sahibkar kimi sayılırsınız da, sosial media üzərindən işləyən. O sizin gələcəkdə pensiyanızda öz rolunu tutacaq. Yox, əgər pul gəlmədisə heç nə olmur. 16-daki məcburi tibbi sığortaya keçin. Yerdə nə qaldı? 64 dollar qaldı da, saydıq, çıxdıq. Tutaq ki deyirəm, təqribi deyirəm. Mən hesabladım, düz demədiniz, 63 oldu. Mən təqribi deyirəm. Var bəziləri. Nəysə, onu vurursunuz indiki kursa. İndiki kurs hardasa 1.70-dir də, 1 manat 70 qəpik. Yerdə nə qədər manat qalırsa, ondan çıxırsınız 116 manatı, yerdə qalan məbləğin 20%-ni yenə sizdə vergi kod verir, baxın. Sosial müdafiə üçün bir kod verir, vergi üçün bir kod verir, tibbi sığorta üçün bir. 20%-də vergi olan kodla ödeyirsiniz. Amma belə olur. Aprelin axırınacan tutaq ki gözləyirsiniz. Bəlkə indi başqa yerlərdən də sosial mediadan gələcək sizə pullar. Gedirsiniz, onu ödeyirsiniz vergi. 3 ayın tamamında, məsəl üçün, yanvar, fevral, mart qutardı, o 1 rübdür. Aprel, may, iyun. İyun qutardı mı? İyulun 7-ci ayın 15-nə qədər, biri 15-nə qədər, biri 20-sinə qədər. Yaxşı ki, 20-sinə qədər gedirsiniz vergilərə. O heç bir mühasib lazım deyil. Mənim mühasibim mənə düz kod vermədi. Mənim mühasibim belə elədi. O force eləyənlərə baş qoşmayın, patoloji yalancılara. Heç bir mühasib lazım deyil. Mağaz işlətmirsiniz, şirkət işlətmirsiniz. Özünüz gedirsiniz, orada qəşəng mühasib zad lazım deyil. Sağ olsun vergi işçiləri kömək edir. Hesabatları verirsiniz. İndi mən sizə deyəcəm nə hesabatları, sadəcə vaxt bitir digər videoda. Videonun davamını izləyin.